Yayma allamsa çalışmaq lazımdır ki, sən uşaq deyilsən də, elə şey eləyib çıxması lazım. Yox, mən sənə sağollaşdırmaq, mən sənə dedim ki. Yox, sağollaşmadım. Yox, sağollaşmadım. Yox, mən sağollaşdım. Nə olmuşdu? Heç sənə belə attım da, mən deyirdim ki, nəsə zəif oldu. Azıq sənə vermirəm, mən sən başa düşmə. Yox, sənə mən bir şey deyim. Bir dənə qulaq as, mən sənə bir şey deyim. Yox, mən sənə azıqmayacağım. Məndə hədiyyə atanlar burada. Hamısı atmışdı, bir adam atmamışdı. 15 nəfər atdı, 15 nəfər atdı. Bax, orada 50 neçə min idim. Sənə gəlib, indi orada abujoklardan kimsə hədiyyə atıb, Türkiyədən. Yəni, bu udmaq sayılmır. Udmaq sayılmır. Udmaq sayılmır. Nətə? Allah'ın dostu sənə deyirəm, sən saydılar. Kim olur olsun da, mən o söz sənə deməzdim. Deyərdim ki, uduzdum, TikTok-u siləcəm. Çünki mən elə demişdim də, demişdim ki, TikTok-u siləcəm falan, belə şey. Sən o elə belə oyun idi. Sən məndən danışıqlı oyun oynamırsan ki. Yox, elə belə. Sənə mən bir dənə söyləyeyim. Sənin mənim danışıqlı oyunlarım bizə nə qədər olur? Mənim danışıqlı oyunlarım 2 milyon, 3 milyon aşağı olmur. Bax, mən sən demişdim ki, oynayaq. Dedin oynamıram da, yəni dedin birinci, ikinci yer oynayaq. Düzdür? Mən dedim, danışmışsın ki, vaxt təyin edəyəm. Sən vaxt təyin eləmədin. Sən dedim, axı intriqanı öldürmə. Dedin, indi papuçi də mən klubda tutdum da, elə deyirləri papuçi. Tutdun dedim oynayım. Allah'ın dostu sənə deyirəm. Bir dəqiqə yox, sən atmadın mən istəyid. Mən sağ attım, Papuçi klubda tutdun nədir? Mən sənə deyirəm ki, sən deyirsən ki, səni udmaq, bax, mən sənə başa düşürəm. Mən bəyək də dedim, indi də deyirəm. Məni udmaq burada bir çoxunun istəyidir. Başa düşürəm, o normal da qəbul edirəm. Amma bax, burada belə bir şey var. Burada belə bir şey var ki, faktor olaraq ki, Azərbaycan sıralamasında 12 dəfə birinci olmuşam, Rusiyada birinci olmuşam. Bu ülkədə 20... Bax, indi gör, mən sənə bir dənə söz deyim, güclü zəif söhbətinə qalsa, o logikadan, o məntiqlə fikirləşdir. Bir dənə sıralamanı aç. Bax, gör, mən hardayım, sən hardasın. Və mən sıralamadan mütəmadi olaraq həmişə buradayım. Başda düşsən nə demək? Allah razı olsun, sağ ol. Qaldı ki, bizim oyunumuzda 15 nəfər birdən hədiyyə atdı. Və mən onsuz da qabaqdaydım, 50 neçə min mən idim, 20 neçə. Sənə sonda kiminsə zəngindən gəlib hədiyyə atdılar. Halal xoşun, mən səni gördüm, yenə dedim ki, təbrik edirəm. Mən elə şeyə baxmıram. Mən elə yüngül şeylərdən də aram yox. İstəyirsəm ki, indi də pek atım. Mən elə atıram. Hə. Dedin də sözü. İndi gəl mən sənə bir söz deyim. Mən sənə, bəyək nə dedim, mən sənə şey yaptım, peklaşını yaptım sənə. Yəni ki, qəbul nədir? Hə. Mən dedim ki, gün təyin edək. Sən də mənə dedin ki, yox. Hayır, mən siyə dedim, fərqi yoxdur onun. Gün təyin eləmək, o bilsən məsələdir. Danışılmış batıl sayılır. Amma sənə mən bir dənə jest edirəm. Mənim danışılmış batıllarımın heç biri